Değerli müəllimlər, salam, hər vaxtınız xeyirli olsun. 30 may tarixində Elm və Təhsil Nazirliyinin sertifikasiya cəlb olunan müəllimlər üçün həyata keçirdiyi sınaq imtahanındakı kurikulum suallarının izahlarını verirəm. Bu videoda baxırıq kimya ixtisası üzrə təqdim olunmuş 10 sualın izahına. Digər ixtisasların da izahlarını kanalımda hər kəsə açıq formada paylaşmışam. Mütləq onları da izləyin ki, rəsmi Nazirliyin sualları və dəqiq konkret izahları haqqında məlumatlı olasınız və bu sınaqdan belə bir nəticə çıxardıq ki, 2025-ci il üçün kurikulumda yeni bir dəyişiklik var, artıq yeni bir qayda var. Ondan xəbərdar olmaq üçün və imtahanda həmin qaydana əsaslanıb sualı düz cavablamaq üçün bu videonu sona qədər izləyin. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin deyir. Şagirdin yarımillik qiymətinə bəli summativ təsir edir. Çünki yarımillik qiymətdə kiçik summativlərin ədədi ortası, əgər həmin fənn üzrə böyük summativdə keçirilibsə, ədədi ortasının 40%, böyük summativin 60%-ni cəmləyib yarımillik qiyməti əldə edirik. Şagirdin gündəlik idraki fəaliyyətini müşahidə edən gündəlik formativ qiymətləndirmədir. Şagirdlərin təlim inkişafını izləməyə, ümumiyyətlə i hərfləri, istiqamət, izləmək, inkişaf etdirmək formativin xüsusiyyətidir. İllik qiymətləndirməyə təsir etmir deyilir, əslində təsir edir. Belə ki, yarımil qiymətlərini biz ədədi ortasını, yəni cəmləyib ikiyə böldükdə ki, bu qiymətlər summativdən yaranır. Biz illik qiyməti əldə edirik. Qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırıqlara əsasən hazırlanılır. Dərs deyirsə, mövzu deyirsə, burada söhbət formativdən gedir. Amma ümumən bu variant özlüyündə səhvdir. Çünki meyarlar nə mövzuya, nə tapşırığa əsasən yox, dərsin təlim məqsədinə əsasən hazırlanılır. Summativin meyarları isə həmin müddətədək, misal üçün, yarım ilin sonuna qədər reallaşdırdığım alt standartlara uyğun olmalıdır, yaxud da bir bölmənin sonuna qədər mən hansı standartları reallaşdırmışamsa, onu ölçməliyəm ki, bu da qiymətləndirmənin validlik uyğunluq prinsipidir ki, meyar bu cür qurulmalıdır. Müəllimlər, keçək növbəti suala. Müəllim şagird dərsdə söhbət etdiyinə görə ona bütün sinfin qarşısında irad bildirir. Bu sual digər bir ixtisasda da düşmüşdü. Dəqiq baxaq bu kimyanın suallarıdır. Bəli, kimyanın suallarıdır. Təkrar olaraq düşüb burada da. Deməli, burada müəllimindir hansı bacarığı zəifdir, biz bunu tapmalıyıq. Təlim materiallarını şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırma bacarığı zəifdir. Xeyr, burada axı bizə demir ki, tapşırıq uşaqlar üçün həddən artıq çətindir. Belə bir şey yoxdur. İntizam pozuntularına qarşı sərt reaksiya göstərmə bacarığı. Bu bacarıq heç də zəif deyil, çünki zaten müəllimin irad bildirməsi sərt reaksiyası var. Əksinə elə bu bacarığı onun güclüdür. Bu da getdi. Sinifdaxili kommunikasiya, pozitiv intizam qoruma bacarığı. Bəli, kommunikasiya ünsiyyət deməkdir. Müəllimin sinifdaxili ünsiyyəti, şagirdlərlə münasibəti həssaslıqla, nəzakətli formada olmalıdır. Yəni sərt irad bildirim, kobudluq, ona qışqırıq, buna avtoritarlıq doğru ünsiyyət, doğru kommunikasiya hesab edilmir. Ona görə də bu variant, yəni bu zəiflik həqiqətən görünür. Şagirdlərə qarşı obyektiv qiymətləndirmə meyarını tətbiq etmə bacarığı. Axı burada demir yanlış qiymətləndirmə aparılır. Burada ümumiyyətlə qiymətləndirmədən söhbət açılmır. Eyni zamanda da dərs zamanı texnologiyadan düzgün istifadə. Burada yenə də dərsdə hər hansısa bir slayddır, nə bilim, proyektordan istifadədir, PowerPoint-dir. Yəni texnologiyanın heç adı belə çəkilmir. Və sadə bir sual idi. Keçək növbəti suala. Şagird hər gün dərsə gecikir. Müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur. Ümumiyyən kimyaçı müəllimlər qeyd edirlər, yəni ixtisasla bağlı daha çox şikayət elədilər ki, müəllim bəs kimya sualları sanki riyaziyyat oturub işləyirik. Yəni heç kimya qalır arxa planda, riyaziyyat daha ön planda idi burada. Halbuki biz mövzular tədris eləyərkən məktəbdə real mühitdə sadə riyazi əməllərdən istifadə edirik kimya fənnində, amma burada belə bir riyaziyyat müəllimi oturub kimya ixtisasının suallarını hazırlayıb. Bu daha çox müəllimlərdə bir narahatlıq yaratmışdı ki, suallar vaxt aparan,
birinin üzərində 7-8 dəqiqə işləmə tələb olunan suallar idi. Kurikulumdan şikayət eşitmədim kimyadan. Şagird hər gün dərsə gecikir, müəllim də ə, hər dəfə onun gecikmə səbəbini soruşur. Nəticədə hər gün tədris prosesi bölünür. Sinfin idarə edilməsi mövzusundan siz bilirsiniz ki, uşaqların dərsə gecikmə halı ilə bağlı bizim prosedurumuz olmalıdır. Sadə bir prosedur ola bilər. Misal üçün, gecikdiyin təqdirdə keç yerində əyləş, ləvazimatlarını çıxart, diqqətini dərsə yönəlt. 3 addımdan ibarət bir prosedur nə işə yarayır? Vaxt itkisi olmur, digər uşaqların diqqəti dərsdən yayınmır, öyrənmə prosesi bölünmür. Təbii ki, sonra mən uşaqla fərdi söhbət edib gecikmə səbəbini aydınlaşdırıb bir daha olmaması üçün ona bildiriş edirəm. Şagirdlərin ciddi davranış problemləri var. Ee, Burada e, davranış problemi yox, sadəcə gecikmə halı var. Yəni uşağın dərsi pozması, nə bilim birini itələməsi filan belə şey yoxdur. Müəllim valideyn münasibətləri. Burada ümumiyyətlə heç valideynin adı çəkilmir. Sinifdə bullying olması yoxdur burada. Müəllim şagird münasibəti haqqında da nəsə bir pis bir şey yoxdur. Desə ki, hə, şagird müəllimi təhqir eləyir, müəllim şagirdə qışqırır, onda bunu götürərdim. Burada belə bir nəticə var ki, idarə etmədə qayda və prosedurlardan istifadə olunmur. Olunmur ki, uşağı müəllim qapı qarşısında sorğu-sual eləyib, dərsi bölür, vaxt itkisinə səbəb olur. Prosedur olsa bunların heç biri olmayacaqdı. Kimyanın hələ ki 3 sualı da sadədir. Gəlin 54-cü suala baxaq. Göz dəyməsə yaxşıdır. Mən də öncədən baxmamışam suallara. Bu gün dərsim çox olubdu. Elə indi sizlə bir yerdə baxıram. Deməli, tapşırıq. Təsəvvür edin, siz ekoloji problemləri araşdıran qrupun üzvüsüz. Sizə müəyyən bir ərazinin aha, bax bu ümumiyyətlə həm coğrafiyada, həm biologiyada, həm fizikada, həm informatikada müəllimlərin əksəriyyətinin səhv etdiyi sualdır. İnteqrasiya. Videonun əvvəlində sizə bildirdiyim 2025-ci ilin yeniliyi, dəyişikliyi məhz bu sualdadır. Əvvəllər fənn üstü inteqrasiyanı biz hər hansısa həyati nümunə gətirildikdə, həyati bir problem üzərində işlənildikdə götürürdük. Amma artıq bu sınaqdan sonra görürük ki, bütün fənlər üzrə Nazirlik fənn üstü inteqrasiyanı uşaq həqiqətən real həyatda icra etmiş, tətbiq etmiş olsa, o zaman götürür. Yəni real həyatda icra edilmirsə, sadəcə beyinlərində nəsə canlandırırlar, həyati situasiya nümunə gətirilir. Bunu artıq fənn üstü inteqrasiya kimi götürmürlər. İndi baxaq. Siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi, tərkibi ilə bağlı şikayət daxil olub. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyindən nümunələr götürüb onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar, yəni informasiyalar toplanmalı, cədvəl şəklində təqdim edilməli, problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Dəyərli müəllimlər, nə qədər həyatdan götürülmə bir situasiya olsa da, tapşırıqda, real həyatda uşağın həqiqətən də, yəni gedib bu fərqli mənbələrdən su götürməsi, onun codluğunu müəyyənləşdirməsi, uşağa belə bir şikayət gəlib gətirilməsi, yəni bu real həyatda tətbiq olunmur. Sadəcə fərziyyə üzərində gedir. Yəni burada uşaq durub əlin qolun çırmalayıb gedib suyun codluğunu ölçmür. Sadəcə fərz eləyir. Sadəcə canlandırır ki, aha, mən ekoloji problemi araşdıran bir insanam. Real həyatda axı həmin insan deyil, şagird, yəni məktəbdə təhsil alan şagirddir. Real həyatda tətbiq etmir, sadəcə fərziyyə üzərində, beynin içində gedir bu proses. Düşünərək bunu həll eləyir, iş görərək, nəsə tətbiq eləyərək, əlin qolun çırmalayıb codluğu ölçərək yox. Başa düşdünüz? Ona görə də fənn üstü inteqrasiya götürülmür. Sadəcə fənlər arası inteqrasiya var. Niyə fənlər arası inteqrasiya? Çünki bax deyir, cədvəl şəklində təqdim etməlisən. Cədvəl bilirsiniz ki, informatikada, Excel-də yığılandır. Yəni burada həm kimya, həm informatika elementlərini görürük. Ekoloji problemlər bilirsiniz ki,
təkcə kimya fənninə aid deyil də, biologiya, coğrafiya və digər təbiət fənlərinin də burada mütləq ki bir qatqısı olacaq. Yəni şagird tək bir dənə fəndən əldə etdiyi biliklə yox, bir neçə fəndən əldə etdiyi bilik, bacarıqla burada bu problemi həll etmiş olacaq. Bax, ölçmək deyir. Yəni codluq dərəcəsini ölçmək, müəyyən riyazi ədədlərlə işləmə də burada var. Bax belə. Fənn daxilini ümumiyyətlə götürmürük, çünki fənn daxili burada aşağı siniflərlə inteqrasiya yoxdur. Kimyanın məzmun xəttləri arasında da inteqrasiya yoxdur ki, mən fənn daxili üfüqü götürüm. Yalnız fənlər arası. Deməli, nə öyrəndik? Bu sınaq bizə nə qatdı? Bu sınaq bizə artıq fənn üstü inteqrasiyanın həyatda, real həyatda uşaq tərəfindən nə zaman ki, əlin qolun çırmalayıb iş görərsə, o zaman götürəcəyimizi öyrətdi. Fərziyyə üzərində işləyirlərsə, təsəvvür eləyin ki, filan kəssiz, onda biz onu artıq fənn üstü götürmürük. Orada fənn üstü yoxdur. Fənn üstü odur ki, həqiqətən də bu uşaq, misal üçün, keçirən perimetrini düsturun, gedir otağınız perimetrini ölçür. Həqiqətən də əlin qolun çırmalayır, iş görür. O zaman tətbiq etmə olduğu zaman fənlər arası götürürük. Növbəti sual. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu, hidroxlor turşusu dağılıb. Tökülən turşunun miqdarı təxminən 100 milli, konsentrasiyası isə 1-dir. Sən şagird laborant kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Bax, burada da yoxdur. Yəni burada da biz müşahidə edirik ki, e, deməli bir dəqiqə baxaq bir dənə də situasiyaya. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb. Tökülən turşunun miqdarı təxminən 100, konsentrasiyası 1-dir. Sən şagird laborant kimi, şagird laborant kimi ki, vəzifə öhdəliyi var uşağın. Bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq, təmizləmək üçün plan hazırla. Bəli, bax burada artıq biz fəaliyyəti müəllimlər tətbiq etmə götürəcəyik. Cavab tətbiq etmədir. Niyə görə? Çünki artıq uşaq həqiqətən də bu prosesi yerinə yetirmək üçün əlin qolunu çırmalayıb başlayır bir plan hazırlamağa. Burada demir də təsəvvür eləyin ki, fərz eləyin ki, həqiqətən də şagird laboranta öhdəliyi var. Şagirdin laboratoriyaya yəni nəzarət edən şagirddir və bu prosesin öhdəsindən gəlməlidir. Bu problemi həll etmək üçün bir plan tərtib etməlidir. Yəni artıq öyrəndiklərini başlayır burada icra eləməyə, plan hazırlamağa. Misal üçün təmizləmək üçün birinci filan maddəni ora tökəcəm, ikinci filan cür təmizləyəcəm. Artıq başlayır burada bir işin icrasını hazırlamağa. Bu tətbiq etmə fəaliyyətidir. Sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 448 olub və bu zaman %50 ə, qram X metalı istifadə edilib. Təcrübə zamanı istifadə olunan metalı müəyyənləşdir. Burada da müəllimlər baxın, artıq şagird bu metalı müəyyənləşdirmək üçün rəqəmlərlə işləmə var, X metalını tapma var, nə qədər metal istifadə olunub, qazın həcmi nə qədər olubdu. Yəni yenə də burada bir indi kimyaçılar daha yaxşı bilər. İxtisasım kimya deyil, amma ilk baxışdan mən burada bir nəsə hesablama, ədədlərlə işləmə, artıq öyrəndiyini icra eləyib həmin metalı tapacaq. Başa düşdünüz? Yəni bir iş görəcək, bir prosesi yerinə yetirib o metalı tapmış olacaq deyə tətbiq etməni müşahidə eləyirəm. Yəni nəyisə əzbər söyləmir, xatırlamaq olsun. Anlamaqla bağlı burada nəsə yoxdur. Görsünüz ki, ədədlər var, bir iş görülməlidir. Yaradıcı bir nəsə fəaliyyət yoxdur. Şəxsi mövqeyi yoxdur ki, dəyərləndirmə deyək. Yəni metalı tapacaq. Artıq öyrəndiyini icra eləmiş olacaq ki, bu hansı metaldır. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir, lakin kömək də istəmir. Belə olan halda nə edərdin? Gəlin baxaq.
Ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışıram. Bu əladır. Gözləyərdim ki, özü kömək istəsin. Əgər istəmirsə, bu onun məsuliyyətidir. Mən qarışmaram. Yəni bu olmaz. Niyə görə? Çünki tək bir nəfərin bu məsuliyyəti deyil axı. Layihə komanda işidir, bilirsiniz və bu ümumi layihənin nəticəsində mənfi təsir göstərəcək deyə mən qarışmazdım. Bu artıq layihəni uçuruma aparır. Müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir. Müəllim özü tədbir görsün. Yəni burada xəbərçilik yox, kömək göstərmək lazımdır. Çünki layihə, komanda işi əməkdaşlığı, birgə işləməyi tələb eləyir. Mən onun yerinə işi tamamlamağa çalışardım ki, qrup işi yubanmasın. Bu da doğru deyil. Komandanın durub işi yaxşı getsin deyə kiminsə öhdəliyini sən öz öhdəliyin kimi boynuna götürürsən, bu həm sənə ziyandır, həm o insanın özünə ziyandır. Öz işimi vaxtında bitirib digərlərinə qarışmaram. Hər kəs öz məsuliyyətini daşımalıdır. Bu da olmaz. Öz işini vaxtında bitirirsənsə, layihə yenə də alınmayacaq. Çünki layihə ümumi bütün komandanın işini özündə cəmləşdirir və bu meyara əsasən qiymətləndirilir. Ən yaxşısı, ən belə gözəl, qəşəng, uyğun cavab A variantıdır. Yəni kömək göstərirəm, amma bunu elə eləyirəm ki, onu əzmədən, incitmədən, sındırmadan, ki, onun köməyə ehtiyacı varmış kimi lovğalanmadan, üstdən aşağı baxmadan. 58. Sinifdə plastiklər gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimatlar hazırlayırlar. Bir qrupa yaxınlaşdıqda görürsüz ki, bir şagird bütün işləri tək yerinə yetirir, digərləri isə diqqətsizdir, passivdir. Müəllim bu vəziyyətdə qrupdaxili əməkdaşlığı artırmaq, bütün şagirdlərin iştirakını təmin etmək üçün hansı addımı atsa daha effektiv olar. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir eləyəcək. Bu hədələməkdir də. Görürük ki, o qədər də effektiv deyil. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsüz. Vəzifə zaten bölüşdürülüb. Uşaqlar işi yerinə yetirirlər. İş başlayıb artıq. Çalışan şagirdi ayıraraq işi tək başına tamamlamasını tapşırırsınız. Da elə tək başına işləyirsə bu nə? Qrup işi olur ki, bu fərdi işə çevrildi. Bu da olmaz. Qrup olduğu üçün buraxırsınız ki, problemi özləri həll eləsin. Yəni, özləri həll eləsə də eləyərdi. Görürük yazıq uşaq hamısının yerinə özü tək işləyir. Ən uyğun cavab budur. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə, iştirak eləməyə cəlb edirsiniz. Yəni təşviq edirsiniz ki, oyansınlar. Bir növ sirkələyirik ki, ayılın. 59. Şagirdlər arasında uzun müddətdir ki, konflikt var. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu ötən illərin qəbuluna düşmüş sualdır. Hardasa 2023-də düşmüşdü. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Müəllim ümumi valideyn iclası keçirir və bu problemi hamı ilə bir yerdə həll etməyə çalışır. Yəni burada uşaqlar arasında konflikti niyə valideyn iclasında hamının içində həll eləyək? Görürsüz, uyğunsuz oldu. Özü problem həllinə çalışmadan şagirdləri və onların valideynlərini direktorun yanına aparır. Yenə də fərdi məsuliyyətimizdən boyun qaçırmağımızdır. Birinci özümüz bir iş görməliyik, fərdi danışmalıyıq. Şagirdlərin problemini bütün sinfin şagirdləri ilə müzakirə etmək, hamı ilə açıb ağartmağa da ehtiyac yoxdur. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır. Ümumiyyətlə pedaqoji şuranı məktəbin rəhbərliyi təşkil edir. Yəni biz müəllim səlahiyyətimiz yoxdur bizim pedaqoji şura çağırmağa, toplamağa. Şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlər fərdi söhbət hər şeyin dərmanıdır, yadınızda qalsın. Fərdi şəkildə danışıb onda empatiya hissi yaratmağa çalışır ki, bu uşağa qarşı biraz özünü uşağın yerinə qoya bilsin. Yəni sinifdən çıxarmaq problemin həlli yolu deyil. Bu sualda görək nə istəyir? Qrup işi zamanı bir qrupun tapşırıq üzərində işləmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsüz. Bu digər qrupların da diqqətini yayındırır. Siz vəziyyəti effektiv şəkildə idarə etməli, pozitiv sinif mühitini də qoruyub saxlamalısınız. Deməli, problem nədir? Qruplarla iş gedir. Qruplardan biri özləri üçün söhbət edirlər. Başqalarının da diqqətini yayındırırlar.
Sən elə eləməlisən ki, nə dəstələyici mühiti pozmayasan sinifdə, həm də bu vəziyyəti idarə eləyəsən. Müəllimlər, sinfin fəaliyyətini tam dayandırırsınız, səs tonunuzu qaldırıb söhbət edən qrupa xəbərdarlıq edirsiniz ki, əgər bu davranış davam eləsə, bütün qrupa töhmət cəza veriləcək. Bu müəllimin reaktiv yanaşmasıdır. Yəni avtoritarlıq var burada, səs tonunu qaldırmaq, hökmranlıq, belə deyim də dominantlıq var şagird üzərində. Qrupa ucadan gözlənilən davranışları xatırladırsınız və belə suallar verirsiniz. Qrup olaraq tapşırıq üzərində necə irəliləyirsiniz? Yenidən tapşırığa fokuslanmağınız üçün kömək lazımdır. Yenə də ucadan bizim bunu deməyimiz digər qruplara, digər işçilərə mane olur. Onların prosesdən uzaqlaşmasına, diqqətlərini yayınmasına gətirib çıxarır. Ümumən sinfin idarə edilməsində biz keçirik ki, davranış pozuntusu dərs zamanı olanda birinci qeyri-verbal müdaxilə daha önəmlidir. Qrupa sakitcə yaxınlaşırsınız. Bu hərəkətinizlə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz. Eyni zamanda sinfin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Bəli, qeyri-verbal xəbərdarlığın üstünlüyü odur ki, digərləri prosesdən diqqəti yayınmır. Bu şagirdlərə sinif qaydalarını xatırladır, yenidən tapşırığa cəlb olunmalarını təmin eləyir. Qrupun davranışını bir müddət görməzliyə vurursunuz. Axı necə görməzliyə vurum? Ucadan danışıb başqalarının diqqətini yayındırırlar axı. Çünki onları dərhal tənqid etmək şagirdləri utandıra bilər. Əgər bu vəziyyət davam edərsə, onları danlayırsınız, dərs bitəndən sonra fərdi şəkildə danışmağa. Birinci fərdi danışarıq, birinci addım budur. Bu işə yaramasa sonra danlayarıq. Burada tərsinə gedir. Danda, nə bilim, cəza, məza, axırda fərdi danış. Görürsüz bu gecikmiş bir belə deyim də, fərdi danışıqdır, iş işdən keçib. Həm də ki, görməzliyə gəlsək və o birilərinin diqqəti yayınır axı, necə dərs keçək. Bütün sinfə prosesi dayandırmağı tapşırığı verirsiniz və şagirdlərə qrup işində hörmət məsuliyyətin əhəmiyyətindən danışırsınız. Bir dənə qrupa görə niyə bütün qrupun mən işini dayandırım, cəmaatın işinə mane olum, vaxt ikisi olsun onlar üçün? Bu da məntiqsiz bir cavabdır. Dəyərli müəllimlər, kimya ixtisasında Nazirliyin kurikulum suallarının izahını verdim. Kanala keçid edib coğrafiya, biologiya, fizika, informatika ixtisasları üzrə verdiyim izahları da mütləq dinləyin ki, bu sualların simulyasiyaları imtahanda sizə düşdükdə siz mənim izah etdiyim texnika ilə yanaşıb daha doğru cavabı seçib həmin sualı itirməyəsiniz. Və əgər bura qədər gəlmisinizsə, bura qədər qulaq asmısınızsa, deməli izah ürəyinizə yatıb. Onda bəyənməyi, öz fikrinizi rəylərdə qeyd etməyi, kanala abunə olmağı unutmayın. Abunə olmaq sizə ona görə faydalıdır ki, mən burada gündəlik canlı dərslər açıram, sınaq izahları, test izahları açıram. Yəni mənim abunəçilərimə o zaman bildiriş gedir və onlar bildirişə toxunub rahatlıqla həmin dərsə qoşulub onlar da iştirak edə bilirlər. Abunəçi olmayanlara isə bu bildiriş yetmir. Hələlik növbəti dərslərdə görüşənə qədər.